Məhkəmə hakimiyyəti dövlətin ən həssas və məsuliyyətli institutlarından biridir. İnsan bəzən son ümid kimi məhkəməyə müraciət edir. Çünki vətəndaş inanır ki, məhkəmə zalında onun səsi eşidiləcək, haqqı qorunacaq və qərar yalnız qanuna və vicdana əsaslanacaq. Deputat kimi qəbulumda xeyli şikayətçilər olur. Onların arasında illərlə ədalət axtaran insanlar var. Bəzilərinin müraciətlərini dinləyərkən görürəm ki, ciddi araşdırmaya ehtiyac duyulur. Elə hallar olur ki, vətəndaş öz haqqını sübut edə bilmir və ya proseslərin uzun çəkməsi səbəbindən ümidsizliyə qapılır. Bu bizi düşündürməlidir. Əlbəttə, biz anlayırıq ki, hakimlərin üzərinə böyük yük düşür. İş sayı çoxdur, məsuliyyət ağırdır, vaxt məhduddur. Amma bu amillər heç vaxt əsas verməməlidir ki, bir insan haqsız yerə mühakimə olunsun və ya haqqı olan şəxs öz hüququnu bərpa edə bilməsin. Çünki məhkəmənin əsas missiyası yalnız qərar vermək deyil, ədaləti təmin etməkdir. Məhkəmə orqanının tam müstəqilliyi də burada xüsusi əhəmiyyət daşıyır. Hakim yalnız qanuna və öz vicdanına tabi olmalıdır. Ədalətli məhkəmə üçün cəmiyyətin ən böyük gözləntisi məhz budur. İnsanlar inanmalıdır ki, onların talihi hər hansı təsirdən deyil, hüquqdan və obyektiv araşdırmadan asılıdır. Eyni zamanda onu da qeyd etməliyəm ki, son illər məhkəmə hüquq sistemində mühüm və müsbət irəliləyişlər var. Elektron məhkəmə sisteminin tətbiqi, şəffaflığın artırılması, hakim korpusunun yenilənməsi və islahatlar vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edir. Bu istiqamətdə atılan addımlar təqdirə layiqdir və bəyənirəm. Bugün təsdiq etdiyimiz hakimlərdən gözləntimiz böyükdür. Onlar yalnız qanunu tətbiq edən deyil, həm də ədalət hissini qoruyan insanlar olmalıdır. Çünki məhkəməyə inam güclü olduqca dövlətə inam da güclənəcək. Mən təyin olunan bütün hakimləri təbrik edirəm və onlara yeni uğurlar, nailiyyətlər arzulayıram. Təşəkkür edirəm, xanım sədr. Məhkəmə hakimiyyəti dövlətin ən həssas və məsuliyyətli institutlarından biridir. İnsan bəzən son ümid kimi məhkəməyə müraciət edir. Çünki vətəndaş inanır ki, məhkəmə zalında onun səsi eşidiləcək, haqqı qorunacaq və qərar yalnız qanuna və vicdana əsaslanacaq. Deputat kimi qəbulumda xeyli şikayətçilər olur. Onların arasında illərlə ədalət axtaran insanlar var. Bəzilərinin müraciətlərini dinləyərkən görürəm ki, ciddi araşdırmaya ehtiyac duyulur. Elə hallar olur ki, vətəndaş öz haqqını sübut edə bilmir və ya proseslərin uzun çəkməsi səbəbindən ümidsizliyə qapılır. Bu bizi düşündürməlidir. Əlbəttə, biz anlayırıq ki, hakimlərin üzərinə böyük yük